Allah Rəsulü sallallahu aleyhi və səlləm deyəcək, budur mənim ümmətim. Mələklər isə deyəcəklər ki, yox ey Muhammed, sən bilmirsən onlar səndən sonra nə etdilər. Onlar dəyişdilər. Nəyi dəyişdilər axı? Dini dəyişdirdilər. Allah Rəsulü gəldi, dini ən xırda ayrıntılarına qədər izah etdi. Bunu belə edin, onu elə edin. Ölü bastıranda da belə bastırın. Yox, amma sonra elə insanlar çıxdılar ki, dedilər yox, sadəcə bastırmaq azdır. 40 gün, 40 gecə üstündə Quran oxumaq lazımdır. Məzarlıqlarda budka, vaqon qoyub uşaqlara orada gecələr Quran oxutmaq lazımdır ki, qoy qorxudan ürəkləri partlasın. Sübhanallah, sağlığında adam Qurana yaxın gedən insan olmayıb. Bir dəfə maraqlanıb onu əlinə götürən adam olmayıb. Öldükdən sonra siz nə etməyə çalışırsınız axı? Qur'anı ana atanıza sağ ikən oxuyun. Çəkin qarşınıza ana atanızı səhərdən axşama qədər 40 gün 40 gecə sağ ikən oxuyun. Sağ ikən oxuyun ki, sizin oxuduqlarınızı eşidib ona əməl edə bilsin. Onunla yaşaya bilsin. Öldük